SOCAR-ın keçmiş rəhbərliyi gündəmdə. Mikail İsmayılovla bağlı yeni iddialar. SOCAR-ın keçmiş rəhbər şəxsləri ilə bağlı yayılan məlumatlar son günlər ictimaiyyətin diqqət mərkəzindədir. Bir xəbər medianın AFN-ə istinadən verdiyi məlumata görə bu dəfə diqqət SOCAR-ın sabiq vitse-prezidenti Mikail İsmayılov üzərində cəmləşib. Xatırladaq ki, Mikail İsmayılov qurumda işlədiyi illərdə ən çox varidat toplayan məmurlardan biri kimi tanınıb. Onun haqqında mediada və sosial şəbəkələrdə dəfələrlə məlumatlar yayılıb və bu xəbərlərin böyük hissəsi sabiq vitse-prezidentin sərvəti ilə bağlı olub. Hətta bəzi mənbələr onun dünya milyarderlərinin siyahısına düşəcək qədər böyük imkanlara sahib olduğunu iddia edirlər. Məsələyə dair məlumat verən mənbə bildirir ki, Mikail İsmayılovun ailə üzvləri də əsl milyarderlər kimi yaşayır. İddialara görə sabiq vitse-prezidentin xanımı Kürd əsilli şəxslə ailə quran yaxın rəfiqəsinə Münhendə qonaqlıq verib. Həmin tədbirin təşkilinə və şənlik zamanı göstərilən qonaqpərvərliyə görə təxminən 1 milyon dollarlıq hesab ödənilib. Mənbənin sözlərinə görə Münhen İsmayılovlar ailəsi üçün yad şəhər deyil. Bildirilir ki, ailənin Almaniyanın bu şəhərində 7 müxtəlif obyekti var. Bundan əlavə İsmayılovun Düsseldorf şəhərində də 21 mənzilinin olduğu iddia edilir. Həmin daşınmaz əmlakların icarəyə verilməsi isə ailəyə davamlı gəlir mənbəyi yaradır. Bütün bu məlumatlar SOCAR-ın rəhbərliyində illərlə çalışan bəzi şəxslərin ölkə xaricində böyük sərvət toplamaları barədə ictimai fikirləri bir daha gücləndirir. İndi ictimaiyyətin gözü SOCAR-ın keçmiş rəhbərliyinin digər üzvləri ilə bağlı açıqlanacaq yeni faktlara yönəlib. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.